Bugün size iki programdan bəhs edeceğim ki, bunlardan biri həqiqətən də bizler için təhlükəli ola bilər. Yəni bizim şəxsi informasiyalarımız üçün təhlükəli ola bilər. Tapaz və Lalofo xidmətləri təkcə saytdan, yəni sayt yolundan yox, biz elanlarımızı Androidimizdən, iPhone'umuzdan daxil olub da saytlara yerləşdirə bilərik. Amma nə yolu ilə? Təbii ki, onlar bir proqram düzəldirlər. Həmin o proqram yolu ilə biz o elanları yerləşdirə bilərik. Bir incə bir məqam biz aşkar eləmişik. Bu məqamda sizin bilməyiniz çox vacibdir. Əziz izləyicilər, baxın, ilk öncə biz Google Play-imizə giririk. Tap.az yazırıq və axtarışımızı veririk. Gördüyünüz kimi birinci yerdə Tapaz çıxır, ikinci yerdə Lalofo çıxır. Biz Tapaza daxil oluruq, Tapaz axtarış sisteminə. Və burada əsas məqama diqqət yetirin. Əsas işin incə bir nöqtəsinə gəlib çatdıq. Basırıq yüklə düyməsinə. Baxın, buna bəlkə də bu yerinə biz çoxlarımız fikir vermədən keçirik. Burada nə deyir? Burada deyir ki, bu proqram sizin cihazınızda, cihazınızın hansı yerlərinə icazə ilə, yəni daxil ola bilər. Fotoğraflar, media və dosyalar, kamera, cihaz kimliyi və çağrı bilgiləri. Yəni ki, telefonunuza gəlib gələn zənglərə kamerası və telefonunuzun belə deyək, qaleriyası. Qaleriyası nəyə görə lazım? Çünki siz bura elan qoyursunuz və elanları yerləşdirmək üçün də qaleriyaya daxil olmaq şərtdir. Buranı yadda saxlayın. İndi keçirik Lalofoya. Görürsünüz, daxil oluruq. İkinci, belə deyək, Azərbaycanda ən çox istifadə olunan elan. Baxın, deməli, Lalofoda isə nələr fərqlidir? Görürsünüz, Lalofoda uygulama için satın alma işlemləri, konum, yəni bizim harada yerləşdiyimizi bu proqram artıq biz burada, baxın, kabul et düyməsi var. Yəni biz əgər bu qəbul eləməyə, yəni bura dəysə yerimizi artıq bu proqram yükləndikdən sonra biz bunları qəbul eləmiş oluruq. Burada nədir? Bizim internetə, yəni Wi-Fi hardan girdiyimiz telefonumuzun məlumatlarıdır. Və yəni bir çox bizim burada şəxsi məlumatlarımız əks edir ki, yəni bizim telefonumuzdaki şəxsi məlumatları artıq bizim öz icazəmizlə, artıq bura dəydiyimiz anda öz icazəmizlə biz Lalofo şirkəti ilə paylaşmış oluruq. Bir sual meydana çıxır ki, bir elan şirkətində, yəni belə bir işlə məşğul olan bir şirkətin bu qədər məlumat nəyinə gərəkdir? Cavablarınızı sizdən gözləyirəm. Fikirlərinizi yazın. Sizcə nəyə görə Lalofo bizim bu qədər məlumatımıza əli çatmağını istəyir?